Salam, hər vaxtınız xeyirli olsun. Deməli, dünənlərin bu şəkildə gördüyünüz bu arvadı cırıq, bu qızı fahişə, özü də peysər olan bu qabil peysər gədəsi çıxıb canlı efirdən deməli, mənim də adımı çəkir. Bunun yanında da bu şəkildə gördüyünüz bu Rəsul qardaşın adını da çəkir, Rəsul Salmanovun. Deyir, bunlar deyir, hakimiyyətin adamıdır. Götün oğlu göt, sən sübut eləyə bilərsən bunu? Cındırın oğlu cındır. Qabil Məmmədov. Sənin arvadın Aytənin o dalına soxsun baba almanın kişiləri. Sən Qabil Məmmədova dəstək verən kim varsa ortalıqda özünə bloger siyasətçi deyən. Hamısının arvadına itəliyim mən. Hamısının nəslinə soxum mən. Başa düşdün ətti var. Şər atmaqla da öyle götün balası gör. Götün var çıxıza. Götün var çıxa bilərsən tı var. Götünün qorxusundan evdən çölə çıxa bilmirsən ostura. Kimə gəldi şər atırsan. Qəhbənin balası qəhbə. Kimsən həsən? Adamı çıxardı və bir adını danışır. Şəklini göstərir bu Rəsul qardaşın. Deyir, mən bunu tanımıram. Sonra da deyir, hakimiyyətə işləyirsən sən deyir. Hakimiyyətin adamıdır. Və tanımırsan, hardan bilirsən hakimiyyətin adamıdır? Peysərin balası, fahişədən doğana uğraş. Götün balası göstərir, sana pas soğacaq, səbirli olsan. Cındatı var uğraş, nəsli arvadı fahişə göt verən.